Aprelin 6-sında Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və Qeyd Sosial Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə İrəvan xalçalarında İlmələrin Rəqsi adlı bədii sənədli filmin təqdimat mərasimi keçirilib. Əvvəlcə dövlət himni səsləndirilib. Ölkəmizin azadlığı uğrunda canından keçən vətən övladlarının xatirəsi anılıb. Qeyd Sosial Maarifləndirmə İctimai Birliyinin baş katibi Aysel Tahirova layihə haqqında ətraflı məlumat verib. Filmin yaranma zəruriyyəti və çəkiliş prosesindən danışan Aysel Tahirova həmçinin ekran işinin yaradıcı heyətinə və dəstək göstərən qurumlara təşəkkür edib. Millət vəkili Musa Qasımlı isə İrəvan Xalçaçılıq Məktəbinin Azərbaycanın qədim, zəngin mədəni irsinin mühüm tərkib hissəsi olduğuna diqqət çəkib. Tədbirdə xalçaçılıq sənətinin tarixi, bədii önəmi, habelə İrəvan Xalçaçılıq Məktəbinin mədəni irsimizin formalaşmasındakı rolundan da danışılıb. Daha sonra film qonaqlara nümayiş etdirilib. Hər ilmə, hər naxır bir dastan danışır. Təbii ki, o mədəniyyət bir-birindən aralı olmur. Yollar və qayalar xalçanın naxışları kimi bir-birini tamamlayır və qara kilsənin ruhunu əks etdirir. Yekunda Qeyd Sosial Maarifləndirmə İctimai Birliyinin sədri Tural Nurməmmədov mədəni irsimizin təbliğində və filmin ərsəyə gəlməsində xüsusi rolu olan şəxsləri mükafatlandırıb. Qeyd edək ki, layihə Azərbaycan xalçaçılıq sənətinin unudulmaqda olan bir qoluna yenidən işıq salmaq, onu gələcək nəsillərə ötürmək və beynəlxalq aləmdə tanıtmaq məqsədi daşıyır. Turan Ədalət, Teymur Bayramov, Sum TV.